Salam hörmətli izləyicilər, xoş gördük sizləri Ratve kanalında. Əziz izləyicilər, bugün biz deməli pomidor yumurta eləyəcəyik, ancaq başqa üsulla, yəni soğanla. Düzdür, bunu çoxları pomidor yumurtanı eləcə eləyir, ancaq biz buna soğan da əlavə edəcəyik. Bir çox yerlərdə daha doğrusu edirlər, yəni soğan əlavə edirlər. İndi onu bilənlər bilir, bilməyənlər üçün deyirəm, yəni bu reseptlə bu soğanla edəndə daha da qəşəng dadda alınır. İndi bizə bunlar üçün nə lazımdır? Gördüyünüz kimi soğanlardır, pomidordur, yumurtadır. Bizdə kənd yumurtası, siz istəsəz ev mağazin yumurtası da eləyə bilərsiniz. Yağdır və duz istiyor, təbii ki zövqə görə. İndi ilk öncə başlayırıq deməli soğanımızı doğramağa. Soğanımızı xırda-xırda doğrayırıq və yağda ilk öncə onu yağda belə deyəcəm qovuracağıq. Belə bu şəkildə soğanımızı doğrayırıq. Bax belə xırda-xırda doğrayırıq. İnandırım sizi bunun da çox gözəl belə deyərdim tamı olur. Yəni digər o pomidor yumurtaya baxanda bu da daha da qeyri-adi tam verir da yəni. Deməli əziz izləyicilər, gördüyünüz kimi soğanı bax belə bu şəkildə doğradıq. İndi deməli tavamızı altını yandırırıq və yağımızı əlavə edirik. Deməli əziz izləyicilər, gördüyünüz kimi tavamızı yandırdıq və yağımızı əlavə edirik. Belə. Və yağ əriyəndən sonra soğanlarımızı əlavə edəcəyik. Deməli əziz izləyicilər, gördüyünüz kimi yağımız belə dağ olandan sonra soğanımızı əlavə edirik. Və vam kodda qoyuruq ki, soğanımız biraz yaxşı pişsin. Bizdən altını belə qarışdırırıq ki, yağ hər tərəfinə yayılsın və vam kodda pişsin. Deməli əziz izləyicilər, soğançamız hazır olana kimi başlayırıq pomidorlarımızı doğramağa. Yəni ortadan bölüb və bu hissəsini belə deyərdim çıxardırıq və başlayacağıq belə deyim doğramağa. Pomidorun fərqi yoxdur, xırda doğradınız ya elə də böyük, çünki əziləcək. Düzdür, elə də böyük dilimlər də yox. Ancaq yəni fərq eləmir də, yəni o qədər də balaca doğramağa. Bax elə belə bir neçə dilimə bölüb, sonra da bax belə bu şəkildə etsəz elə kifayət edir. Pomidor belə də doğramaq olar. Düzdür, belə də suyu çıxır. Bu hissədə bax belə edirik. Görürsünüz əziz izləyicilər. Bu şəkildə doğrayırıq. Belə. Bu şəkildə hamısını doğrayırıq. Deməli əziz izləyicilər, gördüyünüz kimi bax bu şəkildə beləcə doğradıq və qabımıza töküb gözləyirik ki, soğanımız qovrulsun. Sonra soğanımızın üzərinə
belə deyim, tökəcəyik. Deməli, əziz izləyicilər, gördüyünüz kimi, bax, soğanımız belə ölüşkəndən sonra, yəni biraz belə qızılı rəngə düşəndən sonra pomidorumuzu əlavə edirik və bunları bir yerdə, belə deyərdim, bişiririk. Biraz da əziz izləyicilər, indidən biraz tuzunu vururuq. İstəsəz biraz pişəndən sonra da vurarsınız, amma belə olanda duzu daha da həm həll olur, ziyan olmur, həm də ki tamı çökür belə. İstiotdakı təbii ki öz zövqünüzə uyğun biz qırmızı istiot vururuq. Düzdür, çox belə acı deyil, şirindir, prosto tama gəlsin. Və beləcə qarışdırırıq. Ve bamkodda koyuruq ki, pomidorlarımızın suyu çəkilsin. Yəni pişsin. Bax, belə edirik. Və pişməyini gözləyirik. Əziz izləyicilər, bax, görürsünüz belə pomidorumuz su verir və suyu çəkilənə kimi hərsə bir 5 dəqiqə və yaxud 10 dəqiqə, indi o baxır da pomidordan asılıdır. Belə pomidoru əzə-əzə bunun suyunun biraz çəkilməyini gözləyirik. Görürsünüz, bax, necə gözəl sousa bənzərdir sanki. Baxın, görürsünüz, necə gözəl. Və biraz bunun suyu çəkiləndən sonra əgər kim istəyirsə sulu olsun, pomidorunu vura bilər. Kim də istəmir biraz qatı olsun, onda biraz gözləyir ki suyu çəkilsin. Bax, belə. Gözləyin biraz bunun suyunun çəkilməyini. Deməli, əziz izləyicilər, bax, gördüyünüz kimi suyu belə çəkildi. Bax, belə. Çox gözəl bir yemək olacaq. Hələ yumurtasını vururuq və yumurtasını da belə qırıb hazır edib və tökürük. Baxın, belə. Və başlayırıq qarışdırmağa. Qarışdırırıq ki, qıraqlara tökülməsin. Tavamızı balaca götdük. İnşallah gələn səfər nəzərə alarıq. Baxın, əziz izləyicilər, artıq belə deyərdim, pomidor yumurtamız soğanlı olan hazır oldu. Beləcə hazırlayın və nuş edin. Çox gözəl və çox dadlı çıxır. Yəni bu üsulla da bişirsəz, yəni dadı çox qeyri-adi olur. Bişirin və soğan sevənlər, düzdür, bir çox adam soğanı sevmir. Ona görə bəli istəməz. Ancaq soğanı sevən insanlar bu üsulla pişirsə daha da belə deyərdim, zövqünə oxşayacaq. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun əziz izləyicilər, salamat qalın.